Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin istiqaməti minerasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, dövlət mülkiyyətində olan minerasiya və irriqasiya sistemlərinin inkişafını təşkil etmək və bu sahəni inkişaf etdirməkdir. Bu istiqamətə uyğun olaraq agentliyin tabeliyində olan Balakən su minerasiya sistemlərinin istismari idarəsi kənd təsərrüfatı bitkilərini suvarma suyu ilə təmin edir və selə qarşı mübarizə tədbirlərini həyata keçirir. Hal-hazırda dayandığımız iş apardığımız yer Katix çayının Küştətala kəndindən keçən hissəsidir. Mövsümlə əlaqədar olaraq payız mövsümünə hazırlıq işləri aparılır. Burada məcra tənzimləmə, sahil bərkitmə dambaları qurulur. Eyni zamanda ayrı-ayrı çaylarda 8 ay ərzində 400 min kubmetr həcmində məcra tənzimləmə və sahil bərkitmə işləri aparılmışdır. Balakən su minerasiya sistemlərinin istismarı idarəsi tərəfindən Balakənçay çayının sol sahilində, Beçağarbinə kəndini, Katixçay çayının sağ sahilində, Katix kəndini və Mazımçay çayının sağ sahilində, Poçbinə kəndini sel sularından mühafizə etmək üçün daş beton bəndlərində hazırlıq işlərinə başlanılıb. Sakinlərin sözlərinə görə bəndlərdə aparılan təmir işləri onları təhlükədən qoruyur. Biz 80-ci ildən mən burada yaşayıram. O vaxt tökülən köhnə betondur bu. İndi istismar vaxtında bitirmiş olaraq bu tezdən gəlib indi remont eləmək istəyirlər buranı. Böyük sellər gələndə sel beton üstünə aşıb daşıb keçildi. O yana bizim həyətə da düşmüşdü. İndi yeni sağ olsun ki dövlətimiz tezdən beton remont edirlər. İdarənin balansında olan 8400 hektar suvarılan torpaq sahəsi var ki, bundan 2252 hektar əkin sahəsi, 2778 hektarı həyətyanı sahə və 3370 hektarı çoxillik əkmələrdir. Suvarma əsasən öz axını ilə həyata keçirilir. Bu torpaq sahələrinin suvarılmasına 209,4 kilometr uzunluğunda kanal fəaliyyət göstərir. İlin 8 ay ərzində mənbələrdən 19 milyon 695 min kubmetr su əkin sahələrinə verilmişdir. Qeyd edək ki, Balakən su minerasiya sistemlərinin istismarı idarəsi əkin sahələrinin suvarılması və sel sularına qarşı mübarizə tədbirləri ilə bərabər Balakən əhalisini içməli su ilə təminatını da həyata keçirir. Belə ki, Rəşid Behbudov küçəsində və Qullar kəndində yerləşən fərdi yaşayış evlərinin su xəttlərinin çəkilməsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən su xəttinin təmiri və əlavə olaraq 26 ədəd yeni su sayğacının quraşdırılması təmin edilib.